Və davam edirik eyni cinsli qoşa samitli sözlərlə. Qoşa saitlər kimi qoşa samitlər də ikiyə ayrılır. Eyni cinsli və müxtəlif cinsli. Eyni cinsli qoşa samitli sözlərdə, yəni belə sual verilə bilər ki, hansı qoşa samitlərin yazılışı deyilişindən fərqlənir? Bu sualın cavabı qoşa k, qoşa p, qoşa t və qoşa q-dır. Bu qoşa samitli sözlərin yazılışı deyilişindən fərqlənir. Məsələn, nümunə olaraq yazaq, nümunələrin üstündə izah edək. 8 hoppanmaq, hətta bir də yazaq məsələ 9. 9 da yaza bilərik, saqqız da yaza bilərik, saqqal da yaza bilərik və s. Nümunə üçün hərəsinə aid birini yazaq. Hələ bu tərəfdən belə xətt çəkək, digər tərəflərə keçməyək. 8 sözü və nəyi yadda saxlamaq? Bilirik ki, qoşa k, qoşa p, qoşa t. Bunlar kar samitlərdir. Qoşa q cingiltilidir. Bunu niyə deyirik? Yadda saxlayın, karların tələffüzündə birinci tələffüz zamanı k olduğu kimi qalır. İkincisi qarşılığına keçir. P-da da eyni qaydadır. Birinci P olduğu kimi qalır, ikincisi qarşılığına keçir. Həmçinin T-da. Telefon dumanlanır. Birinci T olduğu kimi qalır, ikincisi qarşılığına keçir. Karlarda qayda budur. Birincilər olduğu kimi qalır, ikincilər qarşılığına keçib dəyişir. Yəni qoşa k, qoşa p, qoşa t kar samitlərində qayda belədir. Amma qoşa q cingiltilidir. Burada əksi baş verir. Birinci samit q qarşılığına keçir, digər olduğu kimi qalır. İndi bunların nümunələrin üstündə qeyd edək. 8 sözünün tələffüzünə baxın. 8. Hoppanmaq sözündə hop, bam, maq. Burada bir qaydanı qeyd edim. Əsas bildik ki, dərsimiz nədir? Bu qoşa k, qoşa p, qoşa t, yəni müxtəlif eyni cinsli qoşa samitləri düzdür. Bunu biz başa düşdük. Yəni birinci olduğu kimi qalır, ikincisi qarşılığına keçir. Eyni zamanda burada deyim, qayda kimi yadınızda qalsın. N samitindən sonra m samiti gələndə n-da m-ya çevrilir. Baxın, buradakı n-da m-ya çevrildi. Yəni səs dəyişdi. Eyni zamanda sondakı q da x kimi tələffüz olundu. Hətta yenə birinci samit olduğu kimi qalır, ikincisi qarşılığına keçir. Gəldik 9-a. 9 cingiltililərə aid olduğuna görə 9-da birinci k olur, ikincisi olduğu kimi qalır. Yəni, yenə də deyirəm, sual olunarsa ki, qoşa k, qoşa p, qoşa t, qoşa q bu samitlərin digərlərindən fərqi nədir? Bu samitlərin tələffüz zamanı yazılışı deyilişindən fərqlənir. Bəs qoşa y-nın yazılışı deyilişindən fərqləndirmi? Qoşa d-da səs dəyişməsi, yəni y başqa bir səsə keçmir. Sadəcə olaraq bəzən qoşa y tələffüz zamanı, qoşa y ilə yazılmasına baxmayaraq, bəzən tələffüz zamanı bir y səsini verir. Bəzən də tələffüz zamanı olduğu kimi qalır, qoşa y səsini ifadə edə bilir. Bu nə zaman baş verir? Qeyd edək. Bu bizim birinci qaydamız olsun, bu ikinci qayda. Əgər şəkilçinin tərkibində olarsa, iyyət, daha çox qabanca çıxacaq. Bu şəkilçilərlə iyyət, və s. Əgər şəkilçinin tərkibində olarsa, tələffüz zamanı bir y olur. Əgər kökdə olarsa, təbii ki, qoşa y-dan söhbət gedir. Kökdə olarsa, tələffüz zamanı y-ların ikisi də qalır. İndi bunu nümunə ilə sübut edək. Məsələ ədəbiyyat sözünü götürək. Ədəbiyyat. Ədəbiyyat da ola bilər, xasiyyət da ola bilər və s. Ədəbiyyat sözündə ədəb, belə göstər, ədəb sözün köküdür. İyyət leksik şəkilçidir. Nə dedik? Dedik, əgər şəkilçinin tərkibindəsə də y-nın biri düşür. Bu olur belə. Ədəbiyyat. Və yaxud da xasiyyət. Xas sözün köküdür. İyyət
İyyət nədir burada? Şəkilçi. Deməli, bu olur belə. Xasiyyət. Y-nın biri düşdü. Amma kökdə olsa, məsələn, xəyyam. Xə deyə kökümüz olmadığına görə xəyyam özü sözün köküdür. Və bu da tələffüzdə xəyyam. Hər ikisi olduğu kimi qalır. Və bu yığları demişkən bir qeyd edək. Bəzi sözlərimiz var ki, məsələn, qafiyə, tövsiyə, saniyə, ehtiyat, ehtiyac, mərsiyə və s. Bu sözlər bir yığla yazılır. Deyiləndə də bir yığla tələffüz edilir. Qafiyə, qafiyə. Yəni bunları bir də yazmayayım, olduğu kimi deyim. Yəni burada da yığ var. Tövsiyə, burada da bir dənə yığdır. Yəni tələffüzlərin yazılışlarında bəzən tövsiyəni 2 yığla yazırlar. Xeyr, tövsiyə özü bir yığla yazılır. Saniyə, ehtiyat, ehtiyac, qafiyə, mərsiyə və s. Yəni bunların yazılışında da, deyilişində də bir yığ var. Yazılışında da, deyilişində də. Bu sözlər də yadınızda qalsın. Çünki testlərdə qabağınıza çıxacaq sözlərdir. Başqa yerdə qalan bizim digər qoşa samitlərimiz var ki, hansılardır bunlar? L-dır, b-dır, qoşa m-dır, qoşa s, f, b və s. Yəni digər qoşa samitlərimiz var ki, bunların yazılışı ilə deyilişi fərqlənmir. Məsələn, 50 yazırıq, 50 də deyirik. Yəni burada fərq baş vermir. Əvvəl yazılır, deyilişdə də əvvəl. İkisi də olduğu kimi qalır. Amma tələffüzdə də elə amma olur. Rəssam tələffüzü də belə olur. F-la məsələ şəffaf. Bu sözü çox bəzən dəyişik səhv yazırlar tələffüzünü. Elə bunun tələffüzündə də heç bir fərq yoxdur. Və yaxud da Abbas sözünü yazaq. Tələffüzündə də Abbas və s. Yəni təbii ki, bu s-la, m-la, bunlara aid istisnalarımız var, amma əsasən bunları yadda saxlasanız kifayət eləyər. Yəni bu samitlərin yazılışı deyilişindən fərqlənmir. Yəni olduğu kimi qalır. Amma fərqlənənlər də qeyd elədik ki, hansılardır? Qoşa k, qoşa p, qoşa t, qoşa q. Y-da da, yəni y başqa bir səsə çevrilmir. Sadəcə olaraq bəzən tələffüz zamanı hər iki qoşa y-nı tələffüzdə saxlayırıq. Bəzənsə biri düşür, biri qalır. Bu da hansı hallarda baş verdiyini qeyd etdik. Bu qədər.